Mobil telefonsuz insan yoxdur. Hətta uşaqlar da telefondan istifadə eləyirlər. İstər ibtidai siniflər, istərsə də yuxarı siniflər məktəbə telefonla gəlirlər. Bəs bu dərs prosesinə mane olmur? Dərs zamanı mobil telefonlardan istifadə şagirdlərin diqqətinin dərsə yönəlməsinə, tapşırıqların yerinə yetirilməsinə maneə yaradır. Bu səbəbdən dərs başlamazdan əvvəl telefonlar müəllimlərin nəzarəti ilə yığılır və xüsusi yerlərdə təhlükəsiz şəkildə qorunur. Məktəbə daxil olarkən telefonları xüsusi ayrılmış rəflərə qoyduqdan sonra sinif otağına daxil oluruq və bu proses hər gün baş verir. Dərs zamanı fikrimiz tamamilə dərsdə olur və fikrimiz yayılmadığı üçün də daha yaxşı başa düşürük dərsləri. Müsbət cəhəti odur ki, şagirdlər dərsdən yayınmasın, fikri telefonda qalmasın. Dərs bitməyəcəksə telefonlarımızı qutdan götürürük. Mən də bir valideyn olaraq bu qayda ilə çox razıyam. Çünki bu uşaqların nizam-intizamına və təhsilin səviyyəsinin artırılmasına müsbət təsir göstərir. Çox gözəl. Bu bizim evlatlarımızın xeyrinədir. Bu qaydanın tətbiqi valideynlər tərəfindən xoş qarşılansa da, zəruri hallarda əlaqə saxlamağın çətin olduğunu deyirlər. Məktəb rəhbərliyi isə qeyd edir ki, belə vəziyyətlərdə tədris müəssisəsi ilə əlaqə saxlamaq mümkündür. Bəzi hallarda dərs prosesində telefonlardan istifadəyə icazə verilir. Məktəbimizdə bir sıra layihələr tətbiq olunduğu üçün bəzən mobil telefonlara ehtiyac olur. Yəni onlar vasitəsilə müxtəlif layihələrin icrası həyata keçirilir. Bu zaman telefonlar sinif rəhbərinin nəzarəti ilə şagirdlərə müvəqqəti olaraq təhvil verilir və layihə icra olunduqdan sonra yenidən dolablara geri qaytarılır. Telefonlardan istifadənin məhdudlaşdırılması dərs prosesində nizam-intizam qaydalarının qorunmasına hesablanıb. Səma Pənahova, Emin Tağıyev, Çinarə Vaqif, Telesəhər.